Məni narahat edən isə inanclı insanların bu mübarək ayda falçılıqla məşğul olanlara rəğbət göstərmələridir. Məsələn, kimsə evlənmək istəmir, deyir, gedək baxdıraq görək, niyə belədir? Ağıl və məntiqi qoyub, belə günah əməllərə əl atanlara iki dəyərli şəxsiyyətin çağırışı nə olardı? Təşəkkür edirəm. Buradan doğma Neftçalamıza salam və dualarımızı göndərirəm və Qurban Həsənova da çox sağ olsun ki, bizim üçün və bütün xalqımızı düşündürən çox aktual bir məsələni yenidən inam verilişində canlı şəkildə gündəmə gətirdi. Sağ olsun. Buyurun. Təşəkkür edirəm tamaşaçımıza. Həm İnam komandası şəxsən siz və mənim barəmdə dediyi dəyərli fikirlərə görə və çox sevinirəm ki, İnam proqramı belə böyük maraqla izlənilir. Günü-gündən bu proqrama maraq artır və bu da sizin və bütün fədakar komandanızın gərgin fəaliyyətinin nəticəsidir. Sizlərin də burada ayrıca xidmətləriniz var. Allah sizə kömək olsun Seyid və tamaşaçımızın cavabı təəssüflər olsun ki, sizin də qeyd etdiyiniz kimi hələ də bu mövzular aktualdır. Biz illərlə danışırıq, izah etməyə çalışırıq. Yenə də mövzu aktuallığını itirmir. Üzr istəyirəm, tək dini qurumlarla iş üzrə Dövlət Komitəsi elə olur ki, bir gündə bu məsələlərlə bağlı ölkənin 10, 15, 20 yerində təbii ki, Ruhanlar İdarəsi ilə bərabər layihələr həyata keçirir. Maarifləndirmə proqramları həyata keçirir. Amma nə edək ki, yenə də cəhalətin və xurafatın qurbanları var. Buyurun. Və maarifləndirmə istiqamətində işlər görülür, xurafatla mübarizə, məfhumata qarşı amansız mübarizə aparılmalıdır. Bu proqram da ona xidmət eləməlidir. Amma yenə də təəssüflər olsun ki, bu falçılıq, cadugərlik və bəzən də inanclı, dindar insanların onlara müraciət eləməsi ümumiyyətlə... Üzr dünən biri gəlib xəbərlərdə, Space televiziyası, Allah razı olsun xəbərlər çəkdilər mənim də mövqeyimi. Deyir ki, mən övliyayam, seyidəm, dünyada 5 adamdan biriyəm, insanların dini duyğularına qarşı. Mən də müraciət edirəm, deyirəm ki, ay qardaşlar, bu adamın yaxınlıqda bir doğması varsa, bunu aparsınlar bir xəstəxanaya, bunu müalicə etdirsinlər. Olmaz bu qədər, vallahi olmaz. Biz yazığıq. Bu qədər zülm etmək olmaz insanların mənəvi duyğularını istismar etmək üçün. Get başqa bir iş et. Get bir setka sexi aşkına, bir dükan aç işlətkinə. Gərək Allah və Peyğəmbər adına yalandan iddia edib, həm lənəti qazanasan, həm də insanların dini duyğularını istismar edərsən. Olmaz bu qədər ki. Buyurun. Bu məsələyə də mövqeyinizi istəyirəm sizə. Bunlara inananlar olur, təəssüflər olsun ki, və insanlar müraciət edir, filan kəs düz baxır, filan kəs səhv baxır. Bu fikirlərdən azad olmağın zamanı çoxdan gəlib çatır. Düzdür, bu bir kəlmə, iki kəlmə danışmaqla olmur, amma bu istiqamətdə ardıcıl maarifləndirmə işləri aparılmalıdır. Quran-ı Kərim bizim Allahın bizə göndərdiyi kitab bu işin haram olduğunu bəyan edir və şeytan əməli olduğunu bəyan edir. Ki, bundan uzaq olun, bəlkə nicat tapasınız. Yəni, bu falçılıq, cadugərlik, insanlara qarşı bu hilə işlətmək, insanların inancını istismar etmək ən böyük günahlardan biridir və insanlar onlara inanmasa onların bazarı bağlanar və onlar əslində din vasitəsilə bazar açırlar. İnanmasa bazarlar bağlanar. Bəli, həqiqətən də biz də məsuliyyət daşıyırıq o insanlara görə. Sizin qeyd etdiyiniz kimi vergi verilir, biri deyir, mənə seyidlik verilir, belə bir söz gecə yatır, səhər tezdən seyid olur. Təkvirçi zehniyyətli birisi isə seyidlik müəssisəsinə qarşı hücuma keçir və Azərbaycanda əsrlərdir vətənin, dövlətin, bayrağın varlığı uğrunda şəhadət zirvəsinə çatmış yüzlərlə adım mirlə başlayanları təhqir edir. Mirlə başlayan bizim akademiklərimiz var, böyük yazıçılarımız var. Bizim mirlə adları başlayan Mir Ələsgər, Azərbaycanın milli qəhrəmanı var. Aprel döyüşlərində Mir Salam var. Onlarla var. Onlara da fürsət veririk. Elədir. Yəni, ona görə də bu maarifləndirici proqramların rolu önəmlidir. Burada etimad edin, Quran-ı Kərimə etimad edin, Peyğəmbərimizin hədislərinə. Allaha arxalanın, düşünərək, daşınaraq yaşayın. Addım atanda atacağınız addımları düşünün və kimlərinsə falına, kimlərinsə cadüsünə belə deyək, onun müqabilində zəiflik göstərməyin. Allaha sığınan, ağılla, düşüncə ilə, dərrakə ilə, intellektlə, mədəniyyətlə həyatını yaşayan insanlar uğur qazanacaqlar şübhəsiz. Amma yox, hər bir hadisə qarşısında sarsılan, zəiflik göstərən, bir şey olan kimi hansısa bir cadugərin, falçının yanına qaçan insan Allaha inanmıyıb əslində. Bu ən böyük zəiflikdir
idi, ona görə də Təşəkkür bu edirəm. kimi hallarla mübarizə aparmaq lazımdır. Minnətdaram sizə. Mükəmməl bir cavab aldım. Xanım redaktor, Çox sağ olun. Nəzrin Yaqublu adlı tamaşaçımızın sualını Buyurun. səsləndirib yazır ki, əziz Peyğəmbərimiz özünün Ramazan gecələrini necə keçirdiyi haqqında danışsanız sevinərik. Allah razı olsun. Həqiqətən də səadət dövründə sevgili Peyğəmbərimizin salam olsun onun gül cəmalına, mübarək ev xalqına tarixi mənbələrdə necə göstərilir? Ümumiyyətlə Peyğəmbərimizin gecə ibadəti haqqında Quranda ayələr var. Peyğəmbərimiz gecənin ibadəti onun üçün vacib idi, bizdən fərqli olaraq. Biz gecə ibadəti bizim üçün müstəhəbdir, yəni qılmasaq da, qılmamışıq da biz vacib namaz sübh namazıdır. Yəni hökm yoxdur. Hökm deyil, amma Peyğəmbərimiz üçün gecə ibadəti vacib idi deyə Peyğəmbər gecənin böyük bir hissəsini ibadətdə keçirirdi. Peyğəmbər az dincəlirdi və bu da onun çiynində olan o missiyanın ağırlığı ilə bağlıdır. Yəni Allah bunu bəyan etmək istəyir ki, bir insanlığın məsuliyyət yükünü çiyninə almış bir insan gecə rahat ayağını uzadıb yatmamalıdır. O məsuliyyətin anlamalıdır. Ümumiyyətlə, bütün dahi şəxsiyyətlərə baxın, böyük insanlara baxın, hansısa xalqın xidmətində olan insanlara baxın, görürük ki, keyfləri istəyən kimi, ürəkləri istəyən kimi yaşamayıb o insanlar. O insanlar özlərinə müəyyən çətinliklər, ağrı-acılara hazır edirlər. Peyğəmbərimiz də gecələrin böyük bir hissəsini ibadətdə keçirərdi. Ramazan ayının son 10 günündə ümumiyyətlə yataq salınmazdı Peyğəmbər üçün. Əhya olaraq ümumiyyətlə Peyğəmbər sona yaxınlaşdıqca ibadətini daha çox artırardı və ibadətləri də Peyğəmbərin əlbəttə vəsf olunmazdı. Yəni, hansı hallarla Peyğəmbər ibadət edib və ömrünün sonlarına yaxın maraqlıdır ki, bu qədər ibadətdən, Allaha yaxınlıqdan sonra Allaha xitabən göz yaşı içində deyirdi ki, ilahi sənə layiq olduğun kimi ibadət edə bilmədik. Oradan da Peyğəmbərin böyüklüyü onun təvazökarlığındaydı. Peyğəmbər ibadət etdikcə daha təvazökar olurdu. Bugünün bəzi dindarlarından fərqli olaraq biz bir-iki savab iş görürük, bir ay oruç tuturuq, namaz qılırıq, elə bilirik ki, bizdən üstün insan yoxdur. Amma Peyğəmbər o böyüklüyülə ki, yaradılışın, xilqətin səbəbidir. Yəni, ondan üstün bir insan yoxdur. Bəli, ən son kitab ona nazil olub, onun mübarək qəlbinə Ramazan ayında nazil olub. Elə bir şəxs deyir, ilahi, mən səni layiqli tanımadım, layiqli şəkildə sənə ibadət edə bilmədim. Oradan da bu Peyğəmbərin necə ədəb, təvazö sahibi olduğunu göstərir və Peyğəmbərimizin sevilməsinin əsas səbəblərindən biri budur. İnsan ümumiyyətlə təvazökarlıq etdikcə ucalır, yüksəlir. Bəziləri elə bilir ki, yüksəkliyin yolu təkəbbürlü olmaqdır, ayağı yerə bərk vurmaqdır, boynu dik tutub gəzməkdir. Əlbəttə, insan hörmət, izzət, şəxsiyyətini qorumalıdır. Amma təkəbbürlü etməklə ucalmaq istəyən insanlar alçalıblar. Amma ucalığın yolu təvazökarlıqdadır və Peyğəmbər niyə bütün insanlardan ən üstündür? Çünki hamıdan daha çox təvazökardır. Allahın qarşısında o qədər təvazökarcasına ibadət edirdi, bayaq duasını dedi. Xanımlarından biri nəql edir ki, Peyğəmbər gecə göz yaşı içində bu dua edir ki, ilahi, məni bir göz qırpımı öz başıma qoyma, öz başıma buraxma. Yəni, Allahla xüsusi bir halları var idi və son olaraq bu sualın cavabında bunu deyim ki, Peyğəmbərimiz özü buyurur ki, Allahla mənim elə hallarım var ki, heç bir Peyğəmbər və müqərrəb mələk o halları dərk etməyib. Yəni, Allahla öz aramda münacat halları o qədər Allaha yaxınlaşıram ki, heç bir canlı bu məqamı dərk etməyib, bu halları dərk Allah edəməyib. sizdən razı olsun. Biz də təmənna edək ki, könüllərin sultanının şəfayəti bütün xalqımızın üzərinə olsun və bu Ramazanda bütün çətinliklərimizin asan olmasına xalqımız üçün, dövlətimiz üçün mübarək vəsilə olsun. Amin. Buyurun, xanım redaktor. Çox sağ olun. Bizə ayrılan zaman bitdi. Sağ olun. Xanım redaktor, yenə də Hacı Şahin müəllimin qonaq olduğu bu məqamda necə bitdi bilmədik. Buna görə sizə təşəkkür edirik. Yenə gəldiniz, ruhunuzla, mənəvi heysiyyatınızla və İslami biliklərinizlə insanlarımızın maariflənməsində bizə təkan verdiniz. Allah da hər zaman sizi sevsin və sevindirsin. Siz sağ olun ki, orası ikən gəldiniz, bu işimizdə bizə yardım etdiniz. Təşəkkür edirəm. Allah razı olsun. Əziz bizi izləyənlər, əziz xalqımız, Uca Allah Teala bu Ramazanda oruç tutub, ibadət edib, savabını Uca Allahdan umaraq, fəzilətinə inanaraq, bu ibadət dolu günləri ilə Allah mənə bəs edər deyibdir. Allah Teala o şəxslərin hər birindən razı olsun.